5 mindən çox media nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə Roma Papası 14-cü Leo çıxışında əsl jurnalistikanın, xüsusən rəqəmsal əsrin və süni intellektin sürətli inkişafı fonunda tarixdən və zamandan kənarda ola bilməyəcəyini bildirib. Dialoq mədəniyyətinin və bunun üçün məkanın yaradılmasında ünsiyyətin, məsuliyyətin vacibliyini vurğulayıb. Jurnalist həqiqəti axtarmalıdır, amma heç vaxt onu sevgidən ayırmamalıdır. Çünki sülh hər birimizdən başlayır. Biz müharibə paradigmasından imtina edərək söz və görüntülərin müharibəsinə yox deməliyik. Gəlin sözləri tərk islah edək. Bununla da yer kürəsinin tərk islah edilməsinə töhfə verək. Roma Papası həmçinin həyatlarını təhlükəyə ataraq müharibələr haqqında həqiqətləri dünyaya çatdırmağa çalışan jurnalistlərin cəsarətini də ayrıca qeyd edərək, onların çəkdikləri izrabların dünya ictimaiyyətinin vicdanını oyatdığını vurğulayıb. Rövşən Əliyev, Space xəbər.